Salam əziz izləyicilərimiz və dəyərli şagirdlərimiz, kanalımıza xoş gəlmisiniz. Bu gün biz sizinlə konkret və mücərrəd mənalı isimlərə nəzər yetirəcəyik. Gəlin ilk öncə baxaq görək konkret mənalı isimlər nəyə deyilir. Gözlə görə bildiyimiz, əllə toxuna bildiyimiz, 5 duyğu üzvümüzlə qəbul edə bildiyimiz sözlər konkret mənalı isimlərdir. Məsələn, alma, armud, qələm, kitab, çanta, dəftər, ev, bina bu kimi sözlər konkret isimlərdir. Çünki həmin sözləri biz gözümüzlə görə bilirik. Bəs 5 duyğu üzvümüzlə qəbul etdiyimiz sözlər hansılardır? Məsələn, səs, qoxu, dad, külək, rəng. Bu kimi sözləri biz 5 duyğu üzvümüzlə qəbul edə bilirik. Məsələn, qoxunu burnumuzdan ala bilirik, səsi qulağımızla eşidə bilirik, dadı dilimizlə ala bilirik, külək üzümüzə və ya da bədənimizə vursa biz onu hiss edə bilirik. Ona görə həmin bu sözlər də konkret mənalı isimlərdir. Bəs mücərrəd mənalı isimlər nəyə deyilir? Gözlə görə bilmədiyimiz, əllə toxunulması mümkün olmayan, yalnız təsəvvürümüzdə mövcud olan sözlər isə mücərrəd mənalı isimlərdir. Məsələn, yaxşılıq, dostluq, inanc, sevgi, kədər, qorxu, zaman, yuxu, ağıl. Bu kimi sözlər yalnız təsəvvürümüzdə mövcuddur. Biz onları nə görmürük, nə də toxuna bilmirik. Ona görə də həmin bu sözlər mücərrəd mənalı isimlərdir. Əziz şagirdlərimiz, bu gün biz konkret və mücərrəd mənalı sözlərə nəzər yetirdik. Növbəti videolarımızda görüşmək üzrə, sağ olun.